izləyicilər, verilişimiz yenidən efirdədir. Bizim bugünkü mövzumuz effektiv müəllim-şagird münasibətinin necə qurulması ilə əlaqəlidir. Və biz bugün müəllimlərin imtahan vaxtında, imtahana hazırlaşdığı dövrdə bu mövzunu öz işlərində, həmçinin imtahan suallarında necə görəcəklər, bax bu haqda danışacağıq. Bu mövzu ilə əlaqəli qonaqlarımız isə Təhsil İnstitutunun şöbə müdiri Aynur xanım Rüstəmova, eyni zamanda məktəb direktoru Gülistan xanım Vəliyevadır. Hər birinizi salamlayırıq, xoş gördük. Aynur xanım, effektiv müəllim-şagird münasibətləri necə olmalıdır? Yəni biz effektiv münasibət deyəndə nəyi nəzərdə tuturuq? Pərvinə xanım və hörmətli izləyicilər, müəllimin həmişə məqsədi şagirdi şəxsiyyət kimi yetişdirmək, onda təlim nailiyyətlərinin yüksəlməsinə çatmaq və şagirdi ümumiyyətlə təlim prosesini şagird yönümlü etməkdən ibarətdir. Bunun üçün əlbəttə ki, müəllim müxtəlif addımlar atmalıdır. O sinifdə ki, çox gərgin, avtoritar bir rejim var. Məsələn, bəzən müəllimlər düşünürlər ki, onlar şagirdləri ilə nə qədər ciddi olsalar, bir o qədər yaxşıdır, bu şagirdin öyrənməsinə, dərsə daha çox köklənməsinə şərait yaradır. Amma təcrübə onu göstərir ki, müasir uşaqlar artıq fərqli psixologiya, fərqli yanaşmaya malikdirlər və onlarla avtoritar münasibət qurmaq, həddən artıq çox ciddi olmaq, bu heç də həmişə yaxşı nəticə vermir. Ona görə müəllim sinifdə pozitiv münasibət şagirdlərlə qurmalıdır ki, bu da ünsiyyətin müəllimlə şagird arasında daha sərbəst, daha rahat, daha komfortlu olması ilə nəticələnir. Bu da şagirdə anlamadığı bir məsələ olanda, bu məsələ ilə bağlı mən müəllimə mütləq müraciət edə bilərəm. O mənə mütləq kömək edər, dəstək verər kimi fikirlərə gətirib çıxarır ki, şagirdin öyrənmə prosesinə çox müsbət təsir edir. Effektiv münasibət məhz bu pozitiv münasibəti özündə əks etdirir. Gülistan xanım, Aynur xanım müəllim-şagird münasibətlərinin pozitivliyindən danışdı. Bəs effektiv ünsiyyətin qurulması üçün, effektiv münasibətin qurulması üçün bu pozitivlik deyəndə nə nəzərdə tutulur? Yəni pozitiv, effektiv münasibət nə deməkdir? Pozitiv münasibətlər fonunda əsasən müəllim şagirdlərlə sağlam psixoloji mühit yaratmalıdır. Eləcə də şagirdlərə məktəbdə və həyatda uğur qazanmaqlarına imkan verən akademik, sosial, emosional və davranış bacarıqlarını öyrətmək üçün ciddi effektiv təlimatlar verməlidir. Şagirdlərdə motivasiya verməlidir. Bu çox önəmlidir. Şagirddə müsbət düşüncə tərzi formalaşdırmaq hər bir müəllimin birbaşa borcudur. Bundan başqa bütün şagirdlərin müvəffəqiyyətli olması üçün onlara dəstək vermək, bunun səmərəli olduğuna əmin olmaq lazımdır. Eləcə də sinifdə sağlam psixoloji mühit yarandıqda şagirdlər rahatlıqla müəllimə pozitivliyə köklənirlər, müəllimə istədikləri sualı rahatlıqla verə bilirlər, cavabı alırlar və beləliklə də hansısa bir nailiyyətlər əldə etmiş olurlar. Əlbəttə ki, biz pozitivlik deyəndə, Aynur xanım bildirdiyiniz kimi, həddindən artıq şagirdlərlə deyək ki, çox səmimi münasibət nəzərdə tutulmur. Bunun da bir çərçivəsi vardır ki, müəllim hər bir şeyi çərçivə daxilində etməlidir. Bəli, pozitiv münasibət deyəndə, Gülistan xanım qeyd etdiyi kimi, müəllimin şagirdə verdiyi güvən, sinifdə formalaşdırdığı sağlam psixoloji və sosial mühit, emosional mühit, təhlükəsiz emosional mühit nəzərdə tutulur. Müəllim şagird yumorla danışa bilər, amma bu həddən artıq ifrat zarafata keçməməlidir. Müəllim tələbkar olmalıdır, amma bu kobud ciddi vəziyyətdə olmamalıdır və s. Bunları bir yerə toplayanda sinifdə şagirdin öyrənmə prosesinə birbaşa təsir edən bir öyrənmə mühiti yaranır. Aynur xanım, bəs pozitiv münasibət şagirdin nailiyyətinin yüksəlməsinə necə təsir göstərir? Şagirdin təlim nailiyyəti deyəndə onun yalnız akademik bilik bacarıqları yox, həmçinin sosial bacarıqları, emosional intellektinin inkişafı bunlar nəzərdə tutulur və şagirdin şəxsiyyət kimi formalaşması nəzərdə tutulur. Əlbəttə ki, əgər sinifdə sağlam psixososial mühit, sağlam və təhlükəsiz emosional mühit varsa, şagird müəllimə istədiyi sualı, yəni ona qaranlıq qalan məqamı, sual verə bilirsə və şagird bilirsə ki, onun hər hansı bir çətinliyi olarsa, müəllim ona kömək edəcək və müəllim onunla əməkdaşlıq edəcək. Müəllim həmişə onun yanındadır və ona düzgün yönəldəcək. Bu inamı, bu güvəni
şagirdinə verən müəllimin sinifində əlbəttə ki, təlim nailiyyəti yüksək olur. Şagird nə qədər öyrənməyə daxili motivasiyası yüksək olursa, şagirdin öyrənməsi daha səmərəli gedir və əlbəttə ki, təlim nailiyyətinin yüksəlməsi ilə nəticələnir. Müəllimin pozitiv münasibət qurması üçün şagirdlərlə bir çox faktorlar burada öz əksini tapır. Müəllimin özünün də müxtəlif bacarıqları olmalıdır. Sinifdə müəllimin şagirdlə səmərəli ünsiyyətinə, yəni pozitiv ünsiyyətinə, müəllimin valideynlərlə ünsiyyəti, səmərəli ünsiyyəti də çox böyük təsir edir. Müəllimin şagirdin özünə müraciəti, ona rəy verməsi, onunla əməkdaşlıq etməsi, bütün bunlar hamısı müəllimlə şagird arasında pozitiv münasibətin yaranmasına, beləliklə şagirdin öyrənməsinin yüksəlməsinə gətirib çıxarır. Bəs müəllim pozitiv münasibəti qurmaq üçün hansı bacarıqlara malik olmalıdır və nəyə diqqət yetirməlidir? Gördüyünüz kimi biz burada bəzi bacarıqları, hamısını yox əlbəttə ki, qeyd etmişik. Müəllim sinifi səmərəli idarə etməyi bacarmalıdır. Müəllimin emosional intellekti, özünün emosional intellekti yüksək olmalı. Eyni zamanda şagirdlərə də bu emosional intellekti düzgün idarə etməyi öyrətməlidir. Emosional intellektin düzgün idarə olunması şagirdlər arasında ünsiyyətinə, müəllimin şagird arasında ünsiyyətinə və müsbət ünsiyyətinə gətirib çıxardır ki, bu da şagirdlər arasında da əməkdaşlığın, qarşılıqlı öyrənmənin təmin edilməsi ilə nəticələnir. Müəllimin dicillik bacarığı olmalıdır, müəllimin özünün ünsiyyət bacarığı olmalıdır. Müəllim şagirdə harda, nəyi, necə deməli olduğunu mütləq şəkildə bilməlidir. Bəzən müəllimlər pozitiv münasibəti həddən artıq sərbəstliklə şagirdin bütün kaprizlərini yerinə yetirmək lazımdır fikri ilə bəli, elə yanaşırlar məsələyə, amma bu doğru deyil. Bütün bu pozitivlik, bayaq Gülstan xanımın dediyi kimi, bir çərçivə daxilində olmalıdır. Yəni, müəllim yumorla şagirdə müraciət edə bilər, amma bu həddən artıq çox ifrat zarafata keçməməlidir. Müəllim şagirdə dostiyana münasibət göstərməlidir, amma onun dostu olmamalıdır. Yəni, şagird bilməlidir ki, öz dostu ilə danışdığı tərzdə və yaxud hər hansı elə bir formada, ünsiyyət formasında o müəllimlə ünsiyyət qura bilməz. Amma eyni zamanda bütün məsələn problemini, qayğısını, heç kimə deyə bilməyəcəyini belə müəllimlə paylaşa bilər. Bu müəyyən bir çərçivə daxilində olanda, onda şagirdin özünün daxili nizam-intizamı da düzgün formalaşır. Şagirdin özünün ünsiyyəti, emosional intellekti də çox yüksək inkişaf edir ki, bütün bunlar hamısı şagirdin öyrənməsinə birbaşa müsbət təsir edən amillərdir. Əslində sizin burada qeyd etdiyiniz bacarıqları müəllim özündə düzgün formalaşdıra bilsə, deməli şagirdlə effektiv münasibətini qurarkən də o çərçivəni saxlaya biləcək və şagird də bundan həm istifadə edə bilməyəcək, yəni artıq bilir ki, hansı çərçivə daxilində müəllimlə danışmalıdır. Eyni zamanda müəllimlə pozitiv münasibəti düzgün saxlaya biləcək. Bu çox önəmli bir şeydir. Aynur xanım, sualım ondan ibarət olacaq ki, baxın, danışdınız effektiv münasibətlərdən. Gülstan xanım vurğuladı ki, bu effektiv münasibətlər mütləq pozitiv olmalıdır. Niyə pozitiv olmalıdır? Bu pozitivlik şagird nailiyyətinə necə təsir göstərir? Bəs sertifikasiya imtahanında, test suallarında, test tapşırıqlarında bu necə öz əksini tapacaq? Yəni, necə özünü göstərəcək? Biz orada necə onlarla qarşılaşa bilərik? Çünki bildiyiniz kimi sınaq qiymətləndirmədə bu tipli tapşırıqlar olmuşdu. Bununla bağlı müəllimlərə necə kömək edə bilərsiniz? Bildiyiniz kimi, təhsil verənlərin sertifikatlaşdırmasına aid olan qiymətləndirmə çərçivəsində sinifin idarə etmə mexanizmləri, müəllimlə şagird ünsiyyəti, müəllimlə valideyn ünsiyyəti kimi mövzular öz əksini tapır və yenədən bizim müəllimlərin bu barədə nəzəri bilikləri və bundan əlavə bir daha vurğulayırıq ki, imtahanda iştirak edən müəllimlər artıq stajlı, təcrübəli müəllimlər olduğu üçün onlar kifayət qədər praktik biliyə malik olan müəllimlərdir və ona görə də suallar da əlbəttə ki, yenə də situasiya tipli və müəllimin problemə necə yanaşmasını müəyyənləşdirməyə xidmət edən suallar kimi sınaqlarda özünü göstərdi. Və müəllimlərin bir daha vurğulayırıq ki, istənilən nəzəri biliyi oxuyarkən həmin bilikləri sinifdə şagirdləri ilə,
valideynləri ilə necə tətbiq etdikləri bu çox önəmli məsələdir və əgər müəllim məsələyə bu cür yanaşırsa, o istər sinifdə, istərsə də imtahanda heç bir çətinlik çəkmədən müxtəlif tip suallara cavab verə bilər. Amma gəlin bir neçə suala nəzər salaq. Suallar bir daha xatırladıram ki, Təhsil İnstitutunun müəllimlər üçün keçirdiyi sınaq nümunələrindən götürülmüşdür. Sınaq imtahanında belə bir sual var idi. Hansı fəaliyyət effektiv müəllim-şagird münasibətinin yaranmasına mane ola bilər? Şagirdin uğursuzluqlarını qeyd edərkən onun həll yollarını göstərmək. Bildiyiniz kimi biz artıq konstruktiv rəydən danışmışıq və qeyd etmişik ki, bəli, müəllim şagirdin həm uğurlu, həm uğursuz tərəflərini göstərməli və uğursuz tərəfini aradan qaldırmaq üçün hansı həll yolları ilə getməlidir, bu barədə məlumat verməlidir. Bu müəllimin bilavasitə borcu və vəzifəsidir. Ona görə bu münasibət müəllim və şagird münasibətinin pozulmasına yox, əksinə daha da effektiv olmasına gətirib çıxardacaq. Digərlərini həvəsləndirmək üçün nəticələri yüksək olan şagirdi hər zaman sinifə nümunə göstərmək. Bax, bu məsələ müəllim şagird... Qətiyyən yol verilməz bir məsələdir. Bəli, qətiyyən yol verilməz bir məsələdir. Çünki siz özünüzü şagirdin yerinə təsəvvür edin. Xüsusən siz yəqin ki, məktəbdə belə hallara çox rast gəlirsiniz. Təsəvvür edin ki, hər dəfə yaxşı, hər hansı bir bacarığı ilə sizdən daha yaxşı olan bir kəsi sizə nümunə gətirirlər. Ola bilər, sizin elə bacarınız var ki, heç onda yoxdur, amma sizi yox, onu vurğulayırlar və yaxud onun üçün də sizin vurğulanmanız, o da ona psixoloji travma ola bilər. Ona görə bu müəllim-şagird arasında bir uçurumun yaranmasına gətirib çıxara bilər. Bax, məhz bu variant... Şagirdi demotivasiya etmiş olur. Bəli, şagirdi demotivasiya etmiş olur və bu müəllim-şagird münasibətlərinin pozitiv müəllim-şagird münasibətinin yaranmasına mane ola bilər. Şagirdlərlə ünsiyyət zamanı onların mənfi cəhətlərlə yanaşı, müsbət tərəfləri barədə söhbətlər aparmaq, bu da effektiv müəllim-şagird münasibətinə gətirib çıxarır. Adətən müəllimlər belə düşünürlər ki, bunu pis məqsədlə etmirlər əslində. Onlar çatışmazlıqları, yanlışları, mənfiləri daha çox qabardırlar ki, şagirdlər onu düzəltsinlər. Bu əksinə şagirdlərdə yenə də demotivasiya olmağa və müəllimə qarşı bir qıcıq yaradır ki, niyə mənim yaxşı işimi görmür, yalnız mənfilərim olur. Çünki o uşaqdır, yəni o müəllimin məqsədi ona tam anlamı ilə aydın deyil və bu onun dərsə marağını, müəllimə münasibətini pozmuş olur. Şagirdlərin problemləri ilə maraqlanmaq, onlara psixoloji dəstək göstərmək, bu variantın özündə bilinir ki, əgər müəllim dəstək göstərir ki, sizə bu effektiv müəllim-şagird münasibətinin yaranmasına gətirib çıxarır. Sinifdə yarana biləcək hər hansı bullyinqin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər təşkil etmək, bu da müəllim-şagird münasibətlərini effektiv edəcək. Beləliklə, burada cavab B variantıdır. Daha bir testə baxaq. İki şagird arasında konflikt yaranmışdır. Şagirdlərdən birinin valideyni tələb edir ki, digər şagird sinifdən çıxarılsın. Bu situasiyada müəllimin atdığı hansı addım doğru hesab edilə bilər? Gördüyünüz kimi bu situasiyada da yenə də müəllim-valideyn münasibəti, ümumiyyətlə müəllimin sinifdə şagirdləri, valideynləri necə idarə etməsi, sinifin idarə edilməsi prosedur və qaydaları öz əksini tapır. Ümumiyyətlə, müəllimin sinifi effektiv idarə etməsi həm də valideynlərlə düzgün ünsiyyət qurmağından birinci növbədə asılıdır. Müəllim valideynlə düzgün ünsiyyət qurarsa, o zaman müəyyən problemlər vardır ki, o problemlər yaranmayacaq. Tamamilə doğrudur. Müəllim valideynə şagirdin yalnız uğursuzluqlarını yox, uğurlarını da qeyd etmək üçün zəng etməlidir. Siz belə bir situasiya təsəvvür edin ki, siz şagirdi tərifləmək üçün valideynə zəng vurmusunuz. Valideyn özü şad olanda əlbəttə ki, öz övladı ilə fəxr edir və onu qucaqlayır, öpür, öz övladı ilə fəxr etdiyini ona bildirir. Şagirdin əhval-ruhiyyəsi düzəlir və o bunun səbəbkarı müəllimi gördüyü üçün əlbəttə emosional bağlılığı müəllimə daha da artır və bütün bunlar hamısı yenə də şagirdin dərsə meyilli olmasına, onun motivasiya ilə dərsə yanaşmasına və təlim nailiyyətlərinin yüksəlməsinə gətirib çıxardır. Gördüyünüz kimi verilmiş situasiya müəllim-valideyn münasibətinin necə qurulması və bu münasibətin
dolayısı yolla müəllim-şagird münasibətinə necə təsir etməsi ilə bağlı olan bir situasiyadır və belə bir situasiya tez-tez biz məktəblərdə rastlaşırıq. Yəqin Gülstan xanım, siz bunu daha tez-tez görürsünüz və bu situasiyada müəllimin atdığı hansı addım doğru hesab edilir. Müəllim ümumi valideyn iclası keçirir və bu problemi hamı ilə birlikdə həll etməyə çalışır. Çünki digər valideynlərin sözünün daha təsirli olacağını düşünür. Yol verilməz bir məsələdir ki, Bəli. bir şagirdin hansısa bir təlim nəticəsinin zəif olmasına yaxud da hansısa bir hadisənin baş verdiyini digər valideynlərlə birlikdə ümumi müzakirəsi qətiyyən yol verilməzdir. Tamamilə doğrudur və müəllimin istənilən problemi ümumi valideyn iclasına çıxarıb bunu hamı tərəfindən müzakirəyə çıxarılması bu əksinə problemi daha da ağırlaşdıra Daha da bilər. qabarıq şəkildə gətirib çıxarır. Bəli, özü problem həllinə çalışmadan şagirdləri və onların valideynlərini direktorun yanına aparmaq, bu da bildiyiniz kimi problemin həlli deyil. Əksinə həm valideyndə, həm şagirdlərdə narahatlıq və qıcıq yarada bilər. Şagirdlərin problemini bütün sinif şagirdləri ilə müzakirə etmək, bu da uğurlu qərar deyil. Çünki əgər iki şagird arasında problem yaranıbsa, digər şagirdlər arasında onu müzakirəyə cəlb etmək bu doğru sayılmır. Bu həm də şagirdlər arasında növbəti konfliktlərin yaranmasına da Zəmin yarada bilər. Bəli, tamamilə doğrudur. Müəllim şagirdin sinifdən çıxarılmasını tələb edən valideynlə fərdi şəkildə danışır və onda empatiya hissi yaratmağa çalışır. Bax, bu addım problemin həlli üçün doğru addım hesab edilə bilər. Ona görə ki, əvvəla fərdi şəkildə aparılan söhbətdə müəllimlə valideyn arasında ümumiyyətlə istənilən bir situasiyada göstərilən münasibət daha səmimi, daha rahat olur. Və bəlkə digər insanların yanında danışıla bilməyən söhbətlər, məsələn, bəlkə valideynin elə bir problemi var ki, o yalnız müəllimə bunu deyə bilər və fərdi şəkildə aparılan söhbətdə bu problemlərlə müəllim yaxından tanış olur və onu necə çözəcəyi haqqında artıq düşünməyə başlayır. Və müəllimin indiki halda şagirdin sinifdən çıxarılmasını tələb edən valideynlə söhbət etməsi fərdi şəkildə, onun özünü həmin şagirdin və yaxud valideynin yerinə qoymasını istəməsi, empatiya hissinin onda yaratmasına çalışması, bu əlbəttə ki, insana emosional təsirlə nəticələnə bilər ki, və həmin valideynin məsələyə fərqli şəkildə yanaşacağı ilə nəticələnə bilər. Əlbəttə, siz deyə bilərsiniz ki, ola bilər ki, elə bir valideyn olsun ki, hətta fərdi söhbətdən sonra belə öz fikrindən geri dönməsin və yenə də şagirdin sinifdən çıxarılmasını tələb etsin. Bu ola bilər, bu gözlənə bilən nəticədir. Amma bizim sualımız ondan ibarətdir ki, bu problemin həlli üçün müəllimin atdığı hansı addım doğrudur? Yəni, müəllim atacağı addım problemin həllinə səbəb ola bilər, yönəlik ola bilər. İstənilən halda bu tip müzakirələr fərdi şəkildə aparılmalıdır. Mütləq. Deməli, bu situasiyanın cavabı D variantıdır. Çünki bizdə testdə tələb olunan cavab variantı problemin 100% həllini istənilən cavab variantı deyil. Sadəcə problemin həlli üçün atılan doğru addımı müəyyənləşdirməkdir ki, ona görə bu variantda düzgün cavab D variantıdır və gəlin Y variantına da baxaq. Müəllim bu məsələni həmin dəqiqə pedaqoji şuraya çıxardır və müzakirəsini tələb edir. Artıq biz bu digər variantlarda biz bunu danışdıq ki, müəllim özü problemi həll etməyə çalışmalıdır və ümumi müzakirə çıxarmaq heç də doğru addım deyil. Beləliklə, testin cavabı D variantıdır. Təşəkkür edirik hər ikinizə. Bu mövzu ilə əlaqəli çox geniş müzakirə apardığınıza görə, testlər üzərində bunu izah elədiyinizə görə çox sağ olun. Əziz izləyicilər, biz bugün effektiv müəllim-şagird münasibətlərindən, pozitiv münasibətlərin şagird nailiyyətinə necə təsir etməsindən, eyni zamanda bu tip situasiyaların test tapşırıqlarında necə öz əksini tapmasından danışdıq. Ümid edirik ki, danışılanlar, həmçinin göstərilən nümunələr gələcəkdə sizin həm imtahana yaxşı hazırlaşmanıza, eyni zamanda imtahanda uğurlu nəticə göstərmənizə şərait yaradacaq, yəni səbəb olacaq. Beləliklə, bu qədər. Sağ olun. Növbəti verilişlərdə görüşənə qədər.